Çünki Eurovision boykot edib. Artıq biz heç finala da çıxa bilmədik, amma mahnımız da gözəl idi. Xanım da fərqli bir xanım idi. Mulatkalar oxşayırdı. Çox gözəl xanım idi. Mahnımız da maraqlı mahnı idi, amma təəssüflər gözləyirdik, finalı gözləyirdik. İsrailin yarışmada iştirakı səbəbindən 5 ölkə Eurovision mahnı müsabiqəsini boykot edib. Mən də təbii ki, istinad edirəm bizim media. Bizim media da xarici mediaya istinadən bu məlumatı yayıb. Məlumatda qeyd olunur ki, 2026-cı il müsabiqəsində 35 ölkə iştirak etsə də, İspaniya, İrlandiya, Niderland, İslandiya və Sloveniyanın yayım şirkətləri İsrailin yarışmaya daxil edilməsinə etiraz olaraq tədbirdə iştirakından imtina edib. Nəşrin qeyd etdiyinə görə bəzi ölkələr boykot qərarını İsrailin Qəzzadakı hərbi əməliyyatlarına etiraz olaraq verib, bəziləri isə İsrail hökumətinin soyqırımında, daha doğrusu hökumətini ittiham edirlər.